Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu adı yoxdur artıq. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi, tozu da o torpaqlarda qalmayacaqlar. Onsuz da onları biz sonuna qədər qovub torpağımızdan rədd edəcəyik. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ateşkəs elan olundu, ondan bir gün keçmədi. Gəncəni bombaladılar. Özdə haranı? Yaşayış masivləri. Bugün də haranı vurdular? Yenə də yaşayış masivləri. Nə vaxt vurdular? Gecə saatlarında. Ki çox insanlar həlak olsun. Bu insanlığa qarşı cinayətdir. Və əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etmir. Biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq. Qarabağ Ermənistandır deyən Ermənistanın baş naziri nə oldu demirsən indi Qarabağ Ermənistandır? Gəl Füzuliyə. Sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayla, gəl Hadruta. Gəl başqa azad edilmiş yerlərə. Deginən Qarabağ Ermənistan. Oturmuşsan orada İrəvanda oradan bəyanatlar verirsən. Dünya liderlərinin zəhləsini çökürsən. Adam qalmayıb ki, telefon eləməyəsən, zəng eləməyəsən. Niyə demirsən Qarabağ Ermənistan? Qorxursan, qorxacaqsan. Bəs Azərbaycan xalqını təhqir edəndə, Qarabağ Ermənistandır və nöqtə deyəndə niyə belə cəsarətli? Kimə güvənirdi? Kimə arxalanırdı? Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə cavab verəcəksən? Və bu gün gəlibdir və gəlir. Şuşaya dırnaq arası qurumun parlamentini köçürürdün də. Get köçür, görüm necə köçürüləcəksən? Bu saxta quldur dəstə başçısının dırnaq arası and içmə mərasiminin keçirildiyi yer nə gündə oldu? Darmadağın eləmiş oranı. Darmadağın. 7 şərt qoyurdun bizim qarşımıza. Bu ultimatumla danışırdı. Bir görün, baxın, hansı şərt qoyursan? Nə oldu bə? Onun bunun ətəyindən yapışıb, yıxılıb, onun bunun ayağının altına imdad diliyirsə ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan dayanaq, rədd ol torpağımızdan dayanaq. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin. Və artıq son günlərin tarixi bunu göstərir. Azərbaycan xalqını təhqir etmək çox baxa-baxa gəlir.